əlaməti olaraq. Çox nə deyirsən gülürəm ləzzət əlaməti olaraq. Orxan hər söhbətinə şirin kəlamla başlayır. Hörmət edir sözün xiridalamla başlayır. Xiridarlara hörmət edir nizamla başlayır. Bu Əmircan toyları siftə muğamla başlayır. Gecədə meyxana var aldət əlaməti olaraq. Gecədə meyxana var aldət əlaməti olaraq. Sənə mən boyun eyrəm hörmət əlaməti olaraq. Bir təbim var ki dənizlər kimi tufan eləyim. Xiridarım bu gecə dərdinə dərman eləyim. Bəlkə dəllək çağırım sənə də müsəlman eləyim. Qırmızı yufqa giyin sünnət əlaməti olaraq. Söz deyər öldürülməz həmxana öz həmxanasın. Pərvizin eşidiyindən öz şeirin meyxanasın. Tilvizirdə erməni görəndə söyürəm anasın. Yumruğumu da sıxıram nifrət əlaməti olaraq. Yumruğumu da sıxıram nifrət əlaməti olaraq. Əsl aşiq odur eşqin şərabın hifz eləyib. Həm çəkibdir onun dərdin əzabın hifz eləyib. Çəksə də həm onun dərdin əzabın hifz eləyib. Vaxt olubdur ki qadınlar hicabın hifz eləyib. Kişilər papa qoyub qeyrət əlaməti olaraq. Kişilər papa qoyub qeyrət əlaməti olaraq. Sənətdə var elə bir tanınmış qəzəlxanlar. Nə efirlər göründür atam nə də ekranlar. Bu vətəndə var dursa mübariz tək oğlanlar. Arada bax YouTube'a ibrət əlaməti olaraq. YouTube'da zatda bax bir ibrət əlaməti olaraq. Oğlanlar axreyzan eyləmir söhbətini yiyir. Sonra nervisindən atverkanı kəlbətini yiyir. Peyğəmbər deyib ölü qardaşının ətini yiyir. Kim ki söhbət eyləyir qeybət əlaməti olaraq. Kim ki söhbət eyləyir qeybət əlaməti olaraq. Düşən insan axırda tavreyi ilə barışır. Pərviz bu son zamanlar toylarda dindən danışır. Son zaman Pərviz də day toylarda dindən danışır. Üzünə nurla gəlib şəriət əlaməti olaraq. Üzünə nurla gəlib şəriət əlaməti olaraq. Validem valideyindir belə gəl son marağa. Öz şirin canlıvı elgərsən onun üçün sadağa. Atova hörmət elə girdi içəri qalx ayağa. Anovun ayağına düş cənnət əlaməti olaraq. Vaxt olur atası buna zəng eləyir götürməyir. Prosto belə danışır nəsiyyət əlaməti olaraq. Atanın hərarəti ilə alışan yaxşı oğul. Atanın hərarəti ilə alışan yaxşı oğul. Demirəm gah hüksən gah barışan yaxşı oğul. Ona qalsa atasından danışan yaxşı oğul. Dağdan ıslat gətirər qüdrət əlaməti olaraq. Dağdan ıslat gətirər qüdrət